Salam, bugün mənə kollec haqqında verdiyiniz sualları cavablayacağam. Üstümdə bu xalatla, kalpakla niyə oturmuşam? Çünki 3 il boyunca belə idim. Dedim bugün son dəfə niyə olmasın, amma kalpakımı çıxardacağım, çox istidir. Nəzərə alın ki, kollecə girsəz 3 il boyunca şu şəkil, aynen şu şəkil takılacaksınız. Yəni elədiyiniz heç bir kombinin, heç bir saçın önəmi olmayacaq. Tək dərdiniz başım bişməsin olacaq və xalatım əynimə olsun olacaq. Yəni sivik geyməyi unutun. Ha, bu arada bu il mən də hafif bronzlaşmışam deyə çox xoşbəxtəm. Bu video boyunca olar saçıma fikir verməyə. Şərtim budur. Bir şərtlə suallarınıza cavab verirəm. Video boyunca Lizanın saçına fikir verməyə. İlk öncə istəyirəm mənə gələn DM-lərdən yola çıxaraq suallarınıza cavab verim. Bu il 4-cü qrup üzrə imtahan verdim və balım istədiyim heç bir ixtisası çatmadı. Kolleci düşünürəm. Hal-hazırda son videonuzda qarşıma çıxdı, məni həvəsləndirdi. Vurğunu əsla qoya bilmədim, nəysə. Orada üzümə günəş kremi vurub bədənimə vurmadığım üçün təm farkım Beşiktaşa eşdəyər. Çünki kolleclərə qarşı çox mənfi sözlər eşidirəm. Bitirmiş biri olaraq sizcə verməyə dəyərmi tip kollecinə? Bir də baxışlayın, narahat etdim. Mən narahat eləmirsiniz, o sual yazalım. Mənə yazıb sual verə bilərsiniz. İlk öncə bunu deyim ki, sual yadımdadır. 4-cü qrupa vermisən, balın çatmır deyə kolleci düşünürsən. Dostum, sən zaten əskərlik dərdin yox, evlənmək dərdin yox. İstədiyinizdən az yerəndə bilirəm, motivasiya qalmır. Amma əgər səndə o potensial varsa və sənin ən başından bəri məqsədin həkim olmaqdırsa, tip kollecinə vermə. Otur bir ildə hazırlaş. Amma yox, illa tipdə olum bəsdir. O xalatı geyinim, o iynəyə əl vurum, dərmanı əl vurum, o xəstəxananın içində olum deyirsinizsə, get tip kollecinə ver. Mənə bunların ikisi də yox idi. Bir digər bu sualı çox alıram. Tip kollecindən tibb universitetinə vermək olurmu? Uşaqlar, olmur. Mən 1-ci kursda heç oxumadım. Amma 2-ci və 3-cü kursda zərbəçi idim. Və ortalamam çıxdı o gün 81,5. Bu ildə deyəsən kolleci universiteti vermək istəyənlərə az yer ayırıblar. Mən zaten gösə yönəlmişəm, yəni burada qalanlara keçmiş olsun. Tibb kollecisindən universitetlərə vermək çox çətindir. Niyə? Çünki bizə 1-ci kursda tədbir elədilər və açıq-açıq bildirdilər ki, Bakı dövlətə belə vermək istəsəz, ortalamamız çox yüksək olmalıdır. Bizə heç ümid vermədilər ki, haqlıdılar da dostlar. Çünki mən o az balla gələcəm, 600 bal yığan uşaqla eyni partda oturacam. Bu çox böyük haqsızlıqdır, yəni. Mən o haqsızlığı başqasına eləyə bilmərəm. Yox, tibb universitetində oxuyardım. Soruşursunuz ki, dərs saatları necədir? Ortam necədir? Siz elə bilirsiniz ki, 1-ci kurs səhər smeni, 2-ci kurs günorta smeni olacaqsınız. Bir həftə alt, 2-ci həftə üst həftə olacaqsınız. Xeyr, heç bir olmayacaqsınız. Siz bir gün kollecə 9-da girib 5-də çıxacaqsınız. Bir gün kollecə 1-də girib 7-də çıxacaqsınız. Bir gün hansısa xəstəxanaya 9-da edib 12-də çıxıb evizə edəcəksiniz. Yəni belə bir cədvəl var idi uşaqlar. 4 dənə mühazirəni eyni günə salırlar, fix. 2 nömrəli oxumuşam bu arada mən. Uşaqlar, mən öz hekayəmini açmaq istəyirəm. Əsla, amma əsla tibb kollecinə girmək istəmirdim. Kollec oxumaq istəmirdim. Gəldim, 1-ci yazdığım yerə düşdüm. Mamalıq işi 2 nömrəli tibb kolleci ödənişli oxumuşam mən. Deməli, mən universitetə vermişdim və kəsildim. Çünki mən oxumurdum. 213 mü, 200 elə bir şey bal almışdım, girmədim. Getdim kollecə girdim. İlk gündən bəri heç kimlə sosialləşmədim. Çünki beynimdə şey var idi. Okay, zaten kollecdən çıxacağam falan. 2 həftə getdim, zırıl-zırıl ağlayıram. İlk günü danışımsızsa, ilk sadəcə tanışlıq oldu. Sabah gün getdim. 4 dənə mühazirə. Tənəffüs oldu, çölə çıxdım. 2-ci kurslar bizi gördü ki, ha, siz 1-ci kurslarsınız. O qadının üzü qabağımdan getmir yəni. Bir həvəslə, hə, falan elədim. O da ki, oyda, geçmiş olsun falan. O söz buramda qaldı. Öldük də dedim, bitdi yəni həyat. Hər şey onda çox ciddi alırdım. Yəni mən çatmış ki, geri zekalı. Bu oxuyursa sən də oxuyarsan, mal. Sonra qızlarla falan yaxınlaşmağa başladıq. 2-ci kurs dəhşət maraqlı keçdi, dostlar. Yəni qrup yoldaşlarım cəhətdən bəxtim çox gətirmişdi. Qrupda sevmədiyim qızlar təbii ki var. Qarşılıqlı olaraq bir-birimizi sevmirik məncə. Cəb ömrümüzü çox istəyirəm, çox aşıq qadındır. O yanında köməkçi var idi. O gəldi içəri dedi ki, pərt qadın idi. Zaten qorxurdum. Kollecdə cırıq şal var, qısa yubka, uzun dırnaq, nə bilim nə, olmaz. Kollecin təhsil sistemi haqqında biraz sizə danışım. 1-ci kursdan etibarən xəstəxanalara getməyə başlayırsınız. İki qaşıq qaymaq. 1-ci kursdan etibarən xəstəxanalara getməyə başlayırsınız. Respublikaskiyə getmişəm 2 dəfə. Xəstəxanalara, çox xəstəxanalara getmişəm. Bu xəstəxanalar sizin ən axırda CV-nizdə çox işə yarayacaq. İkinci olaraq çox insanların üzünü görürsünüz, çox şeylər öyrənirsiniz, çox yerlər tanıyırsınız. Hər xəstəxananın öz dili olur. Həkimindən tut tibbatçısına qədər, gəldiyim xəstəsinə qədər, sayına qədər, növünə qədər, xasiyyətinə qədər.
Amma belə bir şey var ki, bu 2 il yarım boyunca sadəcə getdiyiniz fənlər üzrə gedirsiniz və sadəcə qıraqdan baxa bilirsiniz. Sinir xəstəxanasına gedib şizofrenlərlə söhbət elədiyimiz də olub, çox maraqlı idi. İmtahanlar çətin olmur, imtahanlar çətin olmur. Sizə suallar verilir fix və siz gedin, boş durmayın, araşdırın, keçən ilin suallarını falan da tapın. Tapın. Onları da oxuyun, hər şeyi oxuyun. Oradan düşür fix. Ən az 17 dənəsini zaten yazarsınız. Girişiniz yaxşıdır, zaten keçirsiniz. Amma zərbəçi olmaq istəyirsinizsə ekstra oxumalısınız. İmtahana bir gün qalmış, ekstra oxuyuruz. Bir də məndən neçə balla daxil olmusan deyə soruşan insan şəxs 130 balla tibb kollecinə pullu mamalıq mı, tibb bacılığı mı? Uşaqlar, bildiyinizin əksinə mamalıq tibb bacılığı ixtisasından daha üstündür deməyim, daha yaxşıdır. Tibb kollecinə ən yaxşı ixtisas mamalıq işi ixtisası olaraq götürülür. Çünki siz mamalığı bitirsəz, həm mama, həm də tibb bacısı işləyə bilirsiniz. Kollec bana deyə göndərirmi? Bilirəm, suallara çox qarışıq cavab verirəm, amma siz götür qoy elində, xahiş edirəm. Bəli, göndərir, amma mamalıq göndərilmirdilər. Mən özüm çabaladım, vuruşdum, getdim Bonadiaya, girdim. Və niyyətim Bonadiada işləmək idi. Ona görə getmişdim. Oxumaq istədiyimə qərar verdim. Bonadiyanın kollektivi çox gözəl idi. Aşırı maraqlı bir 6 ay keçirmişəm mən Bonadiada. Çox şey öyrənmişəm. Məndən bir də bu sual soruşursunuz ki, iş tapmaq çətindirmi? İş tapmaq qədər asan şey yoxdur. Tibb kollecini qutarandan sonra. Praktikaya qaldığınız, getdiyiniz xəstəxanada özünüzü doğrultsanız, zaten iş axtarmağınıza ehtiyac qalmayacaq. Sizi orada götürürlər. Kollec may ya da iyun ayında bir yarmarka keçirdi və dedi ki, CV-lərinizi götürün, gəlin. Xəstəxanalardan nümayəndələr gələcək, onlara CV-lərinizi verəcəksiniz. Verdik. Abi, 1-2 həftə keçmişdi mənə Sibiriz referansdan. Zəng gəldi ki, CV vermisiniz, müsahibəyə gəlin. Onda Bonadiadaydım və Bonadiadakılara işləməyəcəyimi demişdim. Və mənə oradan zəng gəlmişdi. Demişdim, oh my god. Durdum, orada getdim. Çünki dedim, təcrübə üstün təcrübə. X maaşınız, bilmirəm, bunu deməyim düzgündürmü, deyildimi? 450-500-dən başlayır fix maaş. Təcrübəniz varsa bəlkə 600-dən başlayar. Amma zaten maaşınız get-gedə qalır. Çoxu yazıb olmağı çox istədiyim yer. Bir il sonra inşallah mən də olaram. İnşallah olarsınız. Mən tibb kollecinin bu qədər istədiyini, hayalini quranın olduğunu mən bilmirdim. Yəni dostlar, belə. Uşaqlar, ağlıma başqa bir sualınız gəlmir. Əgər əlavə, bundan da əlavə sualınız olsa, bu videonun yorumlarına yazın. Artıq o birisləri isə TikTokda cavablandırmağa çalışacağam. Bugünkü videom da bu qədər idi. Əgər bu haqda videoları daha çox istəyirsinizsə, yorumlarda onu da yazarsınız. Like atmağı və abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Hamınızı çox öpürəm.